Aç kitabı. Ay Allah, mənə səbir ver ya Allah. Hə, indi başı tutsadan nə olacaq ki, mama? Su başıma çıxmasın. Su olsun mədəyə gedir də, başı tutsun da tutmasın da. Az danış, vaxtımı belə sərf eləmə. Tez elə, kitabımı ver, dərsimi ver, başa salım öyrənək. Nə dərsimiz? Mama, Newton var ha. Oturub ağacın altında, başına alma düşüb, kəşf eləyib yerin cazibəsini. Sonra o qonşu azığı tutub ağacı kəsib. Güneş işığı düşüb şüalanmanı tapıb. Salamat tapmayaydı, salamat ağacı olmayaydı hələ fizika. O tapıb mən indi öyrənirəm. Newtonsun deyilsən? Hə mama. Newtona qarğış eləyirsən ki, elmi tapıb biz indi bu dəqiqə Newtonun sayəsində evin içində rahat oturmuşuq. Newton kəşf eləməsəydi biz havada qalacaqdıq. Yerin çəkim qüvvəsini Newton bilməsəydi biz indi bu dəqiqə uçurduq göydə. Salamat ağacı. Hə? Pis eləyir? Uçmaq pisdir mama bəyə. Yaxşıdır. Uça gedər deyə. Hə, quş deyərdilər, mamaya quş deyərdilər. Mamın quşdur. Kəsə olmayacaq, ondan normal. Yaxşıdır, Newtonu Allah dədəsinə rəhmət eləsin. Allah onların ənvatı və ənvatına. Bir də bu tarixdə Hun dövləti hər yeri tutublar özlərinə. Macaristan tutublar, Hindistan tutublar. Tutublarsa düşünməyiblər ki, gələcək biz onları öyrənəcəyik. Bir yer tutuz bəsdir, daha niyə hər yer tutsun? Tarixçində deyilsən. Narazısan. Daha niyə tutsaq? Bax bir dənə yer tutdular, bəs elədilər. Hindistan niyə tutsuz day? Sən niyəsin deyilsən? İndi mən öyrənməliyəm bax onları. O vaxt öyrən də, öyrən, bililən, elmə sahib ol. Bax, mamaya bax, elm qadınına bax. Necə bütün hər şeyi əmmişəm, öyrənmişəm, beynim əmir hər şeyi. Elə ki, beyin hər bir şeyi əmsin. Bu nə deməkdir tərbiyə? Tərbiyəsi sənin nəsli Mama ilə görüz danışırıq. Beyin gəmirsin deyim, götürsün. Beyin bax budur. Beynimiz hər dəqiqə baba mənim beynim belə işləyir. Bax bu daha. Bunu ki belə qoyuram yatan, sən sual verirsən, dədin sual verir, o sual verir, bu sual verir, beyin başlayır daha. Baba. İndi də hal-hazırda var. Hə mama, biologiya dərs danışıram. İndi nə edirik? Mama riyaziyyatı biləm mən başlasam, çətinliyin ondan. Billah, çətinliyin o qədər asan fən riyaziyyatdan oldu. Boşqabda 5 şəkər bura, 7 paxlava və 4 dənə kəta var. Röya onlardan birini baxmadan götürdü. Qoğal yoxdur. Yoxdur. Onun paxlava seçməsi hadisənin ehtimalı neçədir? Bəs kətə götürməsinin hadisənin ehtimalı. Bu cinayət işi olub burada. Röya paxlava ilə götürüb bir cinayət işidir ki, ehtimal nə dərəcədə paxlavaya zədə. 5 şəkər bura, 7 paxlava, 4 dənə kəta var. Mama, bir sən nə var? Məncə... Röyanın birini baxmadan, röya baxmadan niyə götürsün? Oğurluq edir süfrədən deyəsən. Mama, məncə var ha. Röyanın ürəyi qoğal istəyir, bilmir oradan hansını götürsün. O da, yaz ora. Yaz dinən röya əslində qoğal istəyir. Heç bir ehtimal yoxdur. Yaz ora, yaz. Bəlkə də bu sual bizi düşündürür də. Biz ağıllı adamı hardan nə çıxartdı ya, görsən? Səndə də çox məntiq var ha, hiss elədim. Yüksəyə qalxmışıq. Səndə məntiqdə məndə üstün yoxdur. Bizim ailəvicə məntiqdə bizim üstümüz yoxdur. Hamımız məntiqi danışırıq. Prosta bizə qulaq asan yoxdur. Nəysə. Nənənin fincanının 5-i qırmızı rəngli naxışla, 12-si isə yaşlı rəngli naxışla bəzədilib. Nənənin, Nənə fincanların birinə çay süzdü. Bu fincanların yaşlı rəngli naxışla bəzədilmək olmasının hadisəsinin ehtimalı müəyyən. Burada nə, bu nənə nədir? Biz adam bilək, nənə təbii. Nənə süzdü, mən harada ehtimal vermişim. Nənənin gəlini hardadır, qızı hardadır ki, bu özü çay süzür orada. Burada yaz, burada məntiq oradan çevirir ki, yaz ki, nənənin gəlini hardadır. Mama, vapşim yaşlı rəngi seçən olur, bizdə hamı şahsızdır. Ay sağ ol, deyib 5-i qırmızı, nənə haçanın nəzdə, bir sınıb. Bəlkə dinə olub ki, nənə indi cehizindən gətirildi, Madonna saçqaları idi, biri sınıb, biri sınmayıb. Burada yoxlayır. Yaz ki, nənənin Madonna saçqaları indi sənsə, o vaxtdan bu vaxta qalmaz Madonna. 3-5 ancaq qalır. Ehtimal niyə verirəm axı mən? Ehtimal nədir axı? Mənim biraz başarılı olduğum şey Ruski yazika. Mama, sinifdə var, oturmuşuq, usta müəllimlərim, danışırlar ki, mən başa düşmürəm. Bizdə harada? Yarı Azərbaycan, yarı Rusda, danışı da bilmirlər. Sənin Ruscamız haradadır? Sənin anın Rusla bərabər doğulub. Özüm də, mən yolda görəndə Zdrastevi deyirlər. Bir dəfə olub belə Zdrastevi deyib, demişəm əleyki salam, amma şaşırıb ki, Azəriymiş ki. Pirvez Zarina. Deyir, здравствуй, Samir. Deyir, привет, Zarishka. Deyir, Samir. Salam aleyküm. Хочешь сегодня погуляем магазином? Хочу купить несколько книгу. Deyir, Samir, istəyirsən ki, gedək dükanları gəzək, bəs sənə pitovzad alam? Боюсь, что у меня не получится. У меня сегодня курсы по programmir saxlaya bilmədim. Olur. Demək, qız deyir ki, oğlan deyir, qorxuram.
burada nə demək istəyib? Qız oğlan deyədi, qız qorxaydı da. Qız oğlan deyir, qorxuram, mən bir gedə bilmərəm. A что за курсы? Deyir, nədir? Kursda nə var ki? Ne istəyirsən Samir? Я хочу стать программистом, что это очень трудная работа. Потому я уже сейчас начала готовиться со своей будущей профессией. Deyir ki, bəs mən istəyirəm, aytişnik işləyəm. Aytişnik yapılı var axı. İstəyirəm indidən başlayam. Обычно программисты мечтают стать мужчиной. Deyir, обычно elə bir formada kişilər olmaq istəyir. Bu Samir deyir, yoxsa Samir kişidir. Но согласна с тобой. Переберем программистом быть женщина. Deyir, olaram, görəm ki, əgər proqramist olmaq üçün qadın da olaram. Vay, nə deyir burada? Yəni, gör nə dedi? Ya, bilmirdim Samir, qadınlığa meyillidir Samir deyəsən. Это дочь занимательного английского поэта Байрона. Именно благодарю это появилось первые приемы управления эти вычисления до сих пор используются современным программистом. Что же желает тебе достичь своей мечты и стать программистом? Spasiba Samir. Deyir ki, Samir, mən nə bilim dedi, burada Allah sənə kömək olsun, olmaq istəyirsənsə, proqramist ol, amma qadın olma. Kişi ol, qadın olma. Proqramist olmaq üçün də qadın olmaq lazımdır. Kişiliyin dəyişir, kitablar veriblər ona. Möcüzəyə girdim, ha. Pajarne должен уметь отказываться первые помощь. Deyir, Pajarne birinci dəfə yardımı geri çevirməlidir. Ha, sən gəlsə Pajarne deyirsə, evim ya, deyir, gəlmirəm. Sən anla gəl, yanır, dəqiq kilolardan sonra gəlirlər. Spazet должен быть лёгким. Deyir ki, nədir, Pajar nə deyib, sən gəlsən, gəlmir, ikinci kilolardan sonra gəlir, deyir, söyləyəcək, löfküm demək lazımdır. Demək isə löfküm, demək isə çimirdim, amma yanır. Spasатель должен знать компьютер. Hə, bu Pajarda işləyən kompüteri bilməlidir. Bilməsə oraya işə gelir. Spasатель должен быть обладатель самолета. Deyir, hələ samoleti sürməyi də bacarmalıdır. Pajarne должен обладать быстрой реакцией. Elə bir tez reaksiya verməlidir. Təzdən belə, təkan verməlidir. Bu Ruskini də belə müskə eləyibləri. Bunun içində salıb bir şey, mən şikayət edirəm dövlət idarələrinə ki, bu nədir? Bu Samir qadın olmaq istəyir, qadın kişi olmaq. Qaynar xətti, mən qaynar xətti il ərzində ən çox istifadə edən valideynlərdən biriyəm. Keçən dəfə şikayət gəldi mənim istifadə etmədiyimə görə. Çox şikayət eləmişəm. Dedim, şikayət edirəm. Neyini, burada zəng edib arzu edilələrimi deyim. Sən ol həmişə işverənliyi bacar qızım. Olmasa insan dörsün. Yaxşı mənada. Bizim yerdə işverənliyə pis verirlər. Axır səndən alqış aldım. İşverənliyə pis deyirlər, amma işverənlik gözəl bir şeydir. Verməsin, qabağa girməsin. Yaxşı qızım. Sinifdə bütün şeyləri gör müəllimə xəbərlə. Yaxşı qızım. Oldu. Öyrəndi, bu günləri yaxşı keçdiyor dərslərimiz ya. Gəl saat 11-də dərs qutardı. 7-də başlamışdı deyəsən. Tez keçdi, mən zaman deyə görə tez keçdi, hiss eləmədim. 11-də yata bilərsən. Mənim də yuxum gəlib, bir yandan içimdə yorğunluq hiss edirəm.